Salam, hər vaxtınız xeyir. Mən Fatihin valideyniyəm. Fatih artıq bir aydır ki, seanslara gəlir. İlk əvvəl başlayanda daha aqressiv idi. Ağlamaqları var idi. Məndən ayrılmaq istəmirdi. Əşyalarını paylaşmağı sevmirdi. İstədiyi olmayanda qarşısındakı şəxsi vurmağı var idi. Amma indi artıq istədiyi olmayanda qarşısındakı şəxsi vurmağı yoxdur. Aqressiyası çox azalıb. Ağlamaqları azalıb. Məndən rahat ayrılıb seansa girir. Əşyalarını paylaşmağı sevir. Nitqində də əvvəl söz ehtiyatı az idi. İkili və üçlü cümlələr rahat qura bilmirdi. Amma artıq indi nitqində söz ehtiyatı artıb, ikili və üçlü cümlələri rahat qura bilir. Buna görə Gülnar xanıma, Ayşə xanıma və Asif bəyə dərin təşəkkürlərimi bildirirəm. Çox sağ olun.